Salam texnologiya həvəskarları. Bugünkü mif sağlamlıqla bağlıdır. Wi-Fi beynimizi qaynadır. Wi-Fi siqnalı adətən 2.4 GHz və 5 GHz tezliyində yayılır. Bu dalğalar qeyri-ionlaşdırıcı şüalar qrupuna aiddir. Yəni hüceyrə DNT-sini dəyişə, parçalaya və ya xərçəng yarada bilməz. İonlaşdırıcı şüalanma, məsələn, rentgen, qamma şüaları zərərli ola bilər. Amma Wi-Fi bu qrupa daxil deyil. Beləliklə, bugün bir texnomifi dağıtmış olduq. Texnologiya haqqında daha çox maraqlı həqiqətlər öyrənmək istəyirsinizsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək texnologiya ilə qalın, amma hər zaman doğru məlumatla.